Xüsusi eyni zamanda həkim heyəti və lazımi tibbi avadanlıqlar artıq təyyarə vasitəsilə Qazaxstana göndərilib. Reysdə olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb və qaynar xətt barədə məlumat ictimaiyyətə açıqlanıb. Vətəndaşlığından asılı olmayaraq bütün sərnişinlərin ailə üzvləri, eyni zamanda xəsarət alan sərnişinlər üçün xüsusi psixoloji dəstək göstəriləcək. Hazırda Qazaxstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaqı prosesi davam etdirilir. Cinayət işi üzrə bütün versiyalar üzrə işlər aparılır. İstintaq bu dəqiqə hər hansı bir nəticə sizə deyə bilmirik. Lakin bütün versiyalar üzrə işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir və Azərbaycan Respublikası Baş Prokurorunun müavininin rəhbərliyi ilə istintaq qrupu artıq iş başındadır.